Salam. Bugün bizimlesiniz ve biz sizinle birlikte Azerbaycan'ın cezaların icrası məcəllesine bir nəzər salacağıq. Elimizdeki mənbələr əsasında gəlin görək bu vacib sənəd məhkumların həyatına, cezaların icrasına, islah prosesinə necə təsir edir? Salam. Bəli, başlayaq. İlk olaraq onu deyim ki, bu məcəllə əslində ölkənin konstitusiyasına, qanunlarına və beynəlxalq hüququn prinsiplərinə əsaslanır və xüsusilə bir məqam vurğulanır. İşgəncə və qeyri-insani rəftara, deməli, qətiyyən yol verilməməlidir. Bu çox vacib prinsipdir. Həm də maraqlı bir şey var. Əgər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr bu məcəllədən fərqli qaydalar müəyyən edirsə, o zaman həmin beynəlxalq qaydalar üstün tutur. Bu da göstərir ki, beynəlxalq standartlara bir uyğunlaşma cəhdi var. Aydın oldu. Yaxşı, keçək əsas məsələyə. Bəs məhkumların özlərinin hüquqları və ya vəzifələri bu barədə nə deyilir? Yəqin ki, çoxlarını bu maraqlandırır. Tamamilə doğrudur. Məcəllə deyir ki, məhkumların qanunla müəyyən edilmiş hüquq və azadlıqları təmin olunur, amma məhdudlaşdırıla bilər yəqin ki. Bəli, yalnız qanunla. Hüquqlar isə deməli kifayət qədər genişdir. Məsələn, hüquqi yardım almaq, hətta ödənişsiz psixoloji yardım almaq imkanı da var. Bu maraqlıdır, təkcə hüquqi yox, psixoloji dəstək də var. Bəli, sonra təhsil almaq, peşə öyrənmək, ailə ilə əlaqə saxlamaq, baxın, əcnəbilərin öz səfirlikləri ilə danışmaq hüququ belə təmin olunur və əlbəttə dini ayinlərin icrası üçün də şərait yaradılmalıdır. Yəni, belə başa düşdüm ki, sistem təkcə cəzalandırmağa yox, həm də insanın gələcəyini düşünməyə çalışır. Bəs vəzifələr nədir? Hüquqlar varsa, yəqin vəzifələr də var. Əlbəttə, ciddi vəzifələr də var. Məhkumlar məcəllənin tələblərinə riayət etməlidirlər, müəssisə heyətinin qanuni tələblərini yerinə yetirməlidirlər və həm işçilərə, həm də digər məhkumlara qarşı nəzakətli olmalıdırlar. Bu da qayda qanun üçün vacibdir. Başa düşdüm. Bir də islah edilmə mövzusu var. Bu söz çox işlənir. Məcəllə buna necə yanaşır? Yəni, sadəcə cəzanı çəkmək, yoxsa dəyişmək üçün nəsə təklif olunur? Bax, bu çox maraqlı məqamdır. Məcəllə islahın əsas vasitələri kimi, məsələn, tərbiyə işini, ictimai faydalı əməyi, təhsili, peşə hazırlığını göstərir. Hətta ictimai təsir də bura daxildir. Əsas məqsəd, belə deyək, məhkumun şəxsiyyətini, törətdiyi əməli nəzərə alaraq onu normal həyata qaytarmaqdır. Yəni, bu təkcə həbsdə olarkən deyil? Yox. Həm də azadlığa çıxandan sonraki sosial adaptasiyaya yardım məsələləri də var. Məsələn, evinə qayıtmaq üçün maddi yardım göstərilməsi kimi. Hətta ictimai təşkilatlar da bu prosesdə nəzarətdə iştirak edə bilər. Çox şaxəli yanaşmadır. Cəzaların özləri də müxtəlifdir deyəsən. Mənbələrdə probasiya nəzarəti keçir, elektron nəzarət, bu yeni şeylər nədir? Probasiya nəzarəti əsasən məhkum cəzasını cəmiyyətdən tam təcrid olunmadan çəkirsə, onun davranışına nəzarət sistemidir. Bura elektron nəzarət vasitələrinin, yəni o xüsusi bilərziklərin tətbiqi də daxil ola bilər. Texnologiya artıq burada da var. Bəli, bu texnologiya, deyək ki, ictimai işlər, azadlığın məhdudlaşdırılması kimi cəzalarda bəzən də şərti azad etmə zamanı istifadə olunur. Məhkum da gərək o cihazı işlək saxlasın, zədələsə məsuliyyət daşıyır. Bu, bir tərəfdən nəzarəti gücləndirir, digər tərəfdən də tam təcridin qarşısını alır. Bəs bildiyimiz həbsxanalar, yəni azadlıqda məhrum etmə yerləri, oradakı vəziyyət necədir? Şərait, qaydalar, mənbələrdə çox detal var idi. Bəli, bu ən mürəkkəb sahədir. Məcəllə fərqli rejimli müəssisələri müəyyən edir. Məhkumların ayrı saxlanılması qaydaları var. Kimləri ayırırlar məsələn? Məsələn, ilk dəfə məhkum olanlar təkrar cinayət törətmiş şəxslərdən, yəni residivistlərdən ayrı saxlanılır. Sonra gündəlik rejim var, axtarışlar var, məhkumun öz pulu ilə zəruri əşyalar almaq hüququ, ailəsi ilə görüşmək, qısa, uzun müddətli, hətta baxın, video görüş imkanı da var. Yazışma necə? Yazışma hüququ da var və maraqlıdır ki, məsələn, Ombudsman və ya Avropa Məhkəməsi kimi qurumlara yazılan məktublar senzura olunmur, tibbi yardım, işləmə imkanı və əməyin ödənişi, yaşayış sahəsi, yemək, geyim kimi, deməli, maddi məişət məsələləri də detallı şəkildə tənzimlənir.
Yəni, həm nəzarət, həm də müəyyən humanist şərait. Tam olaraq. Burada əsas cəhd belə görünür ki, təhlükəsizlik və nizam-intizamla humanist şərait arasında bir tarazlıq yaratmaqdır. Həmçinin həvəsləndirmə tədbirləri də var. Pozuntulara görə isə tənbih tədbirləri. Deməli, ümumiləşdirsək, bu məcəllə həqiqətən də çox əhatəli bir sənədə oxşuyur, cəzaların icrasına sistemli yanaşır, məhkumların hüquq və vəzifələrini müəyyən edir, islah yollarını göstərir, hətta bu elektron nəzarət kimi müasir texnologiyaları da nəzərə alır. Bəli, tamamilə. Əsas fikir odur ki, bu hüquqi çərçivə bir tərəfdən cəmiyyətin təhlükəsizliyini qorumağı, digər tərəfdən məhkumların islah olunub cəmiyyətə qayıtmasını hədəfləyir. Eyni zamanda da beynəlxalq standartlara uyğunlaşmağa çalışır. Bu qədər detallı tənzimləmənin özü də göstərir ki, bu sistemin idarə edilməsi əslində nə qədər mürəkkəbdir. Və sonda dinləyicilərimiz üçün də bir düşüncə mövzusu. Kağız üzərində bu qədər hüquqlar, reabilitasiya proqramları, şəraitlə bağlı qaydalar təsbit olunub. Amma sizcə bunların real həyatdakı tətbiqi, o effektivlik dərəcəsi, bu yazılı normalardan nə qədər fərqli ola bilər? Və bu fərqlərə hansı amillər təsir edə bilər? Bunu düşünməyə dəyər.